Valla deməli, bugünkü mövzumuz alkimlər mövzusudur. Biz alkimlər mövzusunun izahına başlayaq. Artıq alifaktik karbohidrogenlərin, yəni açıq zəncirli karbohidrogenlərin sonuncu nümayəndəsini keçirik. Salam Rüfət. Sonuncu nümayəndəsini keçirik və bu alkinlərdir. Və bilirik ki, biz doymuş alkanları keçdik. Doymamış alken, alkadiyen və ən nəhayət sonuncu alkinlərdir. Alkinlərin ümumi formulu CN, H2NO2 və n böyük bərabərdir 1-dən, 2-dən başlayır. Karbon atomları arasında bir üç qat rabitə, qalanları nədir? Tək qat rabitə olan bir birləşmədir. Aydın məsələdir ki, mən bir dənə üç qat rabitə qoymaq üçün mənə minimum neçə karbon lazımdır? 2 karbon lazımdır ki, onların arasında bir dənə üç qat rabitə qoyum. Ona görə neçədən başlayır? 2-dən başlayır. İlk nümayəndə kimdir uşaqlar? Aşağıda verib nümayəndələri. İlk nümayəndə C2, H2, N-i yeni qiymətlər qoyursun. N-i yeni 2 qoyanda, N-i yeni 3 qoyursun, 2, 2 yapsın, 6, 2, 4 və belə-belə davam edirsiniz. Adlandıran zamanda an sonluğu ilə əvəzlənir uşaqlar? İn sonluğu ilə əvəzlənir. Yəni tərkibində 2 dənə karbonla maddə nə deyirdin sən? Etan deyirdin. Buna nə deyirsən? Etin. Və bu şəkildə adlandıracaqsın. Uşaqlar, gələk quruluşuna. Quruluşları nətərdir? Quruluşlarını izah edək. Quruluşları çox rahatdır. Quruluşuna baxaq. C2H2-nin quruluşu. Əvvəl neyinirsən? 2 dənə karbon çəkirsən. 2 karbon çəkdin. Bunlar arasında bir 3 qat rabitəni qoyursan və bilirik ki, karbon ətrafında neçə xətt olmalıdır uşaqlar? 4 xətt olmalıdır. Və 3 xətt var, biri çatmır. 3 xətt var, biri çatmır. Və bunları nələri qoyursan? Hidrogenləri qoyursun. Gəldik C3H4-ə. Nə edirsən? 1, 2, 3 dənə karbon çəkirsən və bir dənə 3 qat rabitəni qoyursan, qalanları necə gedir? Tək qat. Eyni alkenlərdəki kimi də. Biz alkenlərdə eyni, bu da eyni qayda ilə da. Və burada 3 xətt var, biri çatmır. Bu artıq tam 1, 2, 3, 4. Artıq bu valentliyi tamamlanır. Bir xətt var, neçə çatmır uşaqlar? 3 xətt çatmır. Və ya da bunu belə də yazabilirsən. HC, 3 qat rabitə C, CH3. Və bu şəkildə. Və uşaqlar, quruluşlarda elə bir problem yoxdur. Burada nəyə fikir vermək lazımdır? Uşaqlar, burada bilirsiniz də, bir dənə rabitəni 2 elektron yaradır. Görürsən, biri hidrogenin, biri karbon. Bunu göstərdi burada. Və biz burada nəyə diqqət eləməliyik? Gəldik önəmli məsələlərdən birinə. Şagirdlər tərəfindən ən çox qarışdırılan söhbətlərdən biri də bu hissədir. Uşaqlar, karbon bildiyimiz kimi sıra nömrəsi 6-dır. Burada görürsən ki, S-də bir cüt, P-də də eyni qayda ilə 2S2P2-də. Həyəcanlanan zaman S-dən bir elektron hara keçir? Keçir P-yə və 2S1, 2P3. Karbonun uşaqlar, bir dənə S-lə 3 dənə P orbitalı var. Sual çıxır ki, ortağa, ay müəllim, bu 2 dənə P niyə dəyişməyib? Yəni, niyə hibridləşməyib? Bunu rahat başa düşməyin yolunu da sizə öyrədəcəm. Təbii ki, mən sizə bir dənə variant öyrətmişdim. Üzvü kimyada karbon ətinin siqmaları sayı. 4 dənə siqma olsa sp3, 3 dənə siqma olsa sp2, 2 dənə siqma olsa sp. Aydın məsələdir ki, biz rahatçılıqla burada hibrid vəziyyətini müəyyən edə bilirik. Elədir? 1, 2, 3, 4 nə vəziyyətdə? sp3. 1, 2 nə vəziyyətdə? sp. 1, 2 nə vəziyyətdə? sp. Təbii ki, bir balaca savadlı öyrənmək lazımdır. Savadlı öyrənmək nətər olur bəs? Müəllim, nətər olur ki, bu mənası nədir? Bu nə deməkdir? Bu şəkil nə ifadə edir mənim üçün? Onu sənə izah edirəm. Şöyle asetlin götürək. Asetlində bilirsiniz ki, bir dənə nədir? Sigmadır karbonlar arasında. 2 dənə nədir bu uşaqlar? 2 dənə nədir? Pidir. 3 dənə rabitəmiz nədir? Bizə dəqiqə. Bu 2 dənə rabitəmiz və bu 2 dənə rabitəmiz. 2 dənə burada pi rabitə var. Burada uşaqlar, burada 2 qat rabitə karbonlar arasında yaranır. Gəlin xatırlayaq. 2 qat pi rabitəni nə yaradırdı? Hibridləşməmiş p orbitalları yaradır. Xatırlayırsınız? Bu şəkildə. Belə deyək də, hər iki tərəfini örtür bir-birinə. Bu karbonun, bir dənə bax bu hissəyə, bu hissəyə diqqət elə. Bir dənə S-i var, 3 dənə nəsi var? 3 dənə P-si var. Bu karbon da eyni qayda ilə. Nəsi var? 3 dənə P-si var, bir dənə nəsi var? S-i var. Bu karbonundur, bu da bu bir karbondur. İndi biraz başlı işlət, pi rabitəni nə yaradır? 2 dənə p orbitalı yaradır. Bax, bunu görürsən, bunu 2 dənə p yaradır. Elə deyil, baba, 2 dənə p orbitalı lazımdır. Bu karbonda bir dənə p-si getdi, bu karbonda bir dənə p-si getdi. Onlar nəyə sərf olunurlar? Pi rabitəyə sərf olunurlar.
Eynən də bu rabitənin də yaranmasına. Bir dənə buradan P gedir, bir dənə buradan gedir, bir dənə buradan getdi, bir dənə də buradan getdi. Ona görə bunlar hibridləşməyiblər. Baxın, nə qaldı? Bir dənə S qaldı, bir dənə nə qaldı? P qaldı. Bir dənə S ilə də bir dənə P nə edir? Hibridləşərək bizə nə verir? 2 dənə SP hibrid orbitalı verir. Bu məlumatı əsasən 4-cü qruplar öyrənsin. Əsasən. 4-cü qruplar, müəllimlər. Birinci qrup hissəsi elə hibridləşməni tapsa sağ ol. Bilirsiniz ki, SP hibridləşmədə bu örtülmə neçə dərəcədir? Birisi də təpə-təpə örtülmə. Bu bir dənə hibrid orbitalı, bu da digər hibrid orbitalı. Və örtülmə nə qədərdir burada? 180 dərəcədir. Birisi də açıq bucaqdır. Və bunlar maddələr nədir? Xətti quruluşlardır. Bizə nə kimi sual düşə bilər buradan? Hə, nə kimi düşə bilər? Məsələn, sizə hər hansısa bir belə deyək də, məsələn, sadə bir dənə nümunə göstərirəm sənə. Sadə bir dənə nümunə göstərirəm. Bax, bir dənə sadə nümunə göstərirəm sənin üçün burada. Görürsən mi? Bu karbon nə vəziyyətdədir? Bu düşən birinci qrupa aiddir bu sual. Yox, bu yox. Bu hansı asan, sizə birinci qruplar asan şeylər soruşlar. Biraz dördüncü qruplar çətin. Bir balaca, yəni mən sizdən daha yaxşı bilsinlər də. Bu birinci karbondur. Bu ikinci karbondur, bu da üçüncü karbon. Məsələn, sual verə bilər ki, birinci karbonda karbon atomunun orbitalları hansı formada, yəni nətər iştirak edirlər və yaxud da bununla bağlı variantlar da verə bilər də. Bu birinci karbonda nədir? Bir dənə S-dir, bir dənə S-dir. 3 dənə var burada, uşaqlar fikir verin. Bir dənə S-lə 3 dənə P var. Amma rəvanə fikir verginə 2 dənə P orbitalı nədir? İştirak eləmir. Müəllim, nə iştirak eləmir? Çünki onlar nə yaradırlar? P yaradırlar. Sən hansı suala bax? Qoy sənə deyim hansı suala bax. Topluda birinci hissədə rabitə mövzusunda 42-ci sual. İkinci başlıqda, hibridləşmədə. Yaxşı? Baxarsan bilərsən mən nə edirəm. Burada, bəs müəllim, bunda nə tərdir? Üçüncü karbonda. Üçüncü karbonun bir dənə S-i ilə 3 dənə P-sidir və bunlar nədir? 4-ü də, daha doğrusu 3-ü də hibridləşmədə nə edir? İştirak edir. Tutdun söhbəti. Belə sual düşüb ha. Belə sual düşüb ha. Sual düşüb. Yəni orada dediyim sual. Rabitədə ikinci başlıqda, toplu birinci hissədə 42-ci suala baxacağım. Əgər müəllim nə tər düşüb deyirsənsə. Oldu. Baxışından başa düşərsən. Başa düşməsən mən gələn izah edirəm. Onu mən izah eləmişəm. Ayrıca videoda izah eləmişəm 42-ci sualı. Gələr uşaqlar. Yox, birinci qrupluq deyil o. Birinci qrup elə şey düşməz. SP orbitalları, sizə bilənmirsən nə soruşurlar? Siz biraz gözünüzü yumun da, mən sizə rahat yollarını deyirəm. Bax, burada görürsən bunu. Bax, bir dənə bura bax. Sən bilənmirsən nəyə bil? Bu nə vəziyyətdədir? SP. Bu nə vəziyyətdədir? SP. Hidrogenlər nədir? S-dir. Sən bilən bunları bildin. Sigma rabitə. Karbon hidrogen hansı örtülmədir? SP-S-dir. Burada karbon hidrogen örtülməsi nədir? SP-S-dir. Karbon arası nədir? SP-SP-dir. Bu da pi rabitə bizən də. Pi rabitə də burada göstərilib. Görürsən? 2 dənə pi rabitəni görürsən. Bayaq bunları izah elədim sizə. Bayaq bunları izah elədim inşallah. Yəni, örtülmə də budur. Bu bir dənə karbon, bu bir dənə karbonumuz. Bunlar karbon arasında örtülmə nədir? Hibrid örtülməsi. Görürsən, bu karbon arası hibrid örtülmədir. Ümumiyyətlə, alkinlər mövzusunu daha yaxşı bilmək istəyirsə, alkanlardan bu tərəf mövzuları yaxşı bilmək lazımdır. Mən bunu əvvəlki dərslərdə sizə demişəm. Əmələ gələn sigma pi rabitələr perpendikular müstəvidə yerləşirlər. Və bu şəkildə perpendikular müstəvi, sigma rabitə görürsən, bir xətt boyunca pi rabitələr görürsən, bu biri belə, biri də belə görürsən, perpendikular müstəvi. Əslində bu pi orbitallarının fəzada vəziyyətində x, z toxu söhbəti var da. Bu görürsən, y toxu boyunca, bir də z toxu boyunca olanlar nə idi? Pi rabitə yaradırlar. Bu etin molekulunun mil kürəcik modelidir. Gördüyünüz kimi mil kürəcik və kürəcik modelidir. Bu karbonlardır. Bu arada 3 qat rabitədir. Bu hidrogenlərdir. Bu onun nə idi? Mil kürəcik modelidir. Bu isə kürəcik modeli. Bu qaralar karbonlardır. Bunlar nədir? Hidrogen atomlarıdır. Alkinlərdə 3 qat rabitənin uzunluğu 0,120 nanometrdir. Yəni əvvəl alkanlarda 0,10,154 idi. Karbon 2 qat rabitə nə qədərdir? 0,134 idi. 3 qat rabitə nə qədərdir? 0,120 nanometrdir. Bunlara diqqət edin. Şöyle bunun üstünə başa düşə bilərsiniz. Karbon belə laf loru deyim də sənə. Bu karbonu bir dənə xətlə çəkər. Bir də var 2 mərkəzi boyunca da. Bir də var 3. İndi başlı işlətdə arada nə qədər karbonlar arasında xəttlər çoxaldıqca bu mərkəzə daha çox yaxınlaşır. Yəni bir-birini daha çox sıxlaşırlar və məsafə nə edir? Kiçilir. Gəldik uşaqlar növbəti məsələyə. Atom sayı.
proton sayı, neytron sayı, m bu kimi söhbətlərə baxaq. Deməli, burada diqqət olunması məsələ nədən ibarətdir? Onu şeylə, xüsusi şeyin adı nədir? Kvantla zatla, yəni bunu belə şifahi hesaplamaq olmaz. Onu xüsusi yollarla hesablayırlar. Yəni rabitə ilə bağlı bir çox hesablama gedir kvanta dayanır. O yəni orta məktəb söhbəti deyil. Onun hesabı qurğular var da belə deyək. Yəni, onu biz hesablaya bilməliyiz. S'in H2-nin sıx 2. Sonra karbon sayı nə qədərdir? N qədər. Hidrogen sayı nə qədərdir? 2N sıx 2. Cəmi atom sayı nə qədərdir? 3N minus 2-dir. Cəmi atom sayı 3N minus 2-dir. Sonra gəlin bu digər məsələləri mən sizə özüm abdelini izah edeyim digər məsələləri. Deməli, birinci deməli nə yazırıq burada? C deməli N H2N sıx 2-dir. Karbon 612-dir. H11 0-dır. Və birinci başlayaq burada MR-ni tapaq birinci. MR, CN, H2N minus 2. N-i vururam 12-yə. 12-yə üstə gəlinsin. 2N sıx 2-ni də vururam 1-ə. Neçə eləyəcək? 2N sıx 2 və cəmləyirəm 14N minus 2. Keçirəm növbəti neytron sayına. Neytron sayı nətər tapılır? Bir karbonda 6 neytron varsa, deməli burada bir karbon, bir də nədir? Hidrogendir. Təbii ki, karbonda neytron 6 dənədir. Vururam yəni 6-yə. H11-də neytron yoxdur. 0. Və cəmi nə qədər neytron edəcək? 6-yə. Gəlirəm proton sayına. Proton sayı bəs nətərdir? Proton bilirsən də karbonda da var, hidrogendə. Bir karbonda 6 proton varsa, N-ində 6N. Bir hidrogendə 1 proton varsa, 2N minus 2 və cəmi proton sayı nə qədərdir? 8N minus 2-dir. Və belə. İndi gəlirəm rabitə söhbətlərinə. Diqqətlə qulaq asın. Deməli, burada bir dənə nümunə yazaq sizin üçün ən qəşəngi. Hər hansısa bir alkin yazaq. Məsələn, propeni yazdıq bu şəkildə. Və burada rabitələrə keçək. Rabitələr. Təbii ki, burada bizim rabitələrimiz 2 yerə bölünəcək. Pi rabitələr, bir də sigmalar. Pi rabitə istənilən alkində 2 dənə pi rabitə. Bax, 2 dənə. Sigma rabitə bilirsiniz də bir karbon-karbon arasında var. Bir də karbon-hidrogen arasında var. Karbon-karbonla sigma rabitə sayı karbonların sayından bir dənə azdır. 1, 2. Yəni N-1-dir. Karbon-hidrogen arası xəttlərin sayına baxın. 1, 2, 3, 4. Yəni hidrogenlərin sayı qədərdir. Və bizim sigma rabitə sayımız 3N-3-dür. Pi rabitəmiz də 2-dir. Və cəmi rabitə nə qədərdir? Sigma ilə pini cəmləyəcəyik. Yəni 3N-3-ün üstünə 2 gələcəyik. Eləyəcək 3N-1. Cəmi rabitə sayımızdır. Biz də bilirik ki, rabitədə 3N-1 dənə rabitə var burada. Burada rabitəni yaradan orbital sayı nə qədərdir? 3N-1-i vururam 2-yə. Eləyir 6N-2. 6N-2 qədər deməli orbital rabitənin yaranmasında iştirak edir. Və bunu da 2 yerə bölürük. Hibrid, bir dənə qeyri-hibrid. Elə deyil. Hibridlər nətər tapılırdı? Bütün karbohidrogenlərdə. Hibrid orbitalların sayını tapmaq üçün, bəli, karbonun sayını 4-ə vururuq. Karbonun sayı nədir? N-dir. N4N çıxılsın. 2 vurulsun pinin sayı. Təbii ki, pi rabitəni yaradan orbitallar nədir? Hibridləşməmiş nədir? Orbitallardır. Nə olacaq? Deməli, 4N çıx 4. Bəs qeyri-hibrid nətər tapırdıq? Hidrogenlərin sayı üstünə gəlinsin. 2 vurulsun pi. Yəni, 2N çıx 2 üstə gəlinsin. 2 vur pi. 2 dənə pi rabitə var da. Bir dənə pi rabitəni 2 dənə hibridləşməmiş orbitalına gətirir. Deməli, olacaq 2N plus 2. Həqiqətən də bu ikisini cəmləyəndə bizə 6N-2-ni vermiş olacaq. Diqqətli olmaq lazımdır. Şöyle bir də burada növbəti bir məqama diqqət eləyək. Burada bilirsiniz də polyar qeyri-polyarla gələ bilərlər. Onsuz da polyar rabitə burada kimdir? Karbonla hidrogen arasında. Onsuz da bu asandır. Hidrogenlərin sayı qədərdir. Şöyle ehtiyatlı olun. Qeyri-polyar deyər birdən. Qeyri-polyar birisi də karbonla karbon arasında xəttlərdir. Karbonla karbon xəttləri var. Həm sigmalar, həm pilər. Karbonlar arasındadır. Sigma nə qədərdir? Sigmamız deməli N-1-dir. Pimiz nə qədərdir? 2-dir. Yəni, səndən sigma desə asandır. Birdən desək qeyri-polyar kovalent rabitə. O zaman sən karbonlar hamısını nəzərə almalısan. Yəni, N+1 qədər nə var burada? Qeyri-polyar kovalent rabitə var. Bir də digər məsələ keçirəm uşaqlar. Bilirik ki, CN H2N2 formulunda 2 dənə karbon nə vəziyyətdədir həmişə? SP vəziyyətindədir. İstənilən alkində. O zaman riyaziyyat mənə nə deyir? N-2 dənə karbon nə vəziyyətdədir? SP3 vəziyyətindədir. Aydın olun, buna diqqətli ol. İstənilən alkində
İki dənə karbon nə vəziyyətdədir? sp-dir. O zaman en sıx iki dənə karbon nə vəziyyətdə olacaq? sp3 vəziyyətində olacaq. Hə, soruşsa hibrid orbitalların sayı neyniyərsən? sp-də neçə dənə ləçək var sp-də? sp-də bilirsən də 2 dənədir. 2-ni 2-yə vurarsan 4 dənə sp hibrid orbitalı. Yox, əgər sp3 soruşsa n-2 nəyə vurursan? 4'ə vurursan, bu da nədir? sp3 hibrid orbitalının nə idi bu? Sayıdır, bu da sayıdır. Soruşsa neçə dənə karbon asandır? 2 dənə karbon sp vəziyyətindədir. O zaman en sıx 2 dənə karbon nə vəziyyətdə olacaq? sp3 vəziyyətində olacaq. Sayını soruşsa nə edirsən? Vurursan. Və bu detallara mütləq şəkildə diqqət eləməlisiniz və bunlar testlərdə dəfələrlə istifadə olunub, yəni bunlara diqqət edin. Belə uşaqlar, burada nəsə xüsusi bir qaranlıq məqam qaldımı? Yəni belə başa düşülməyən nəsə varmı burada xüsusi olaraq? Deyəsən yoxdur. Artıq bu söhbətləri biz hamısını sizinlə tamamladıq, hər bir şey danışdıq. Bu da özün yerinə qoyursan. Uşaqlar, bilirik ki, alkinlərin formulu nədir? Alkinlərin formulu. Deməli, alkinlərin formulu CN H2N-2-dir. Təbii ki, N-in yerinə nə yazırsan burada? N plus 1 yazırsan. N-in yerinə N plus 1 yazanda 2-ni vurursan, N plus 1'ə çıxırsan 2'ni. Cn plus 1, hidrogen də 2N üstəcəl 2, sıx 2. Cn plus 1, hidrogen də nə olacaq? 2N olacaq. Proton sayıdır. Təbii ki, burada karbonumuz 6, 12, bura 6'dır. Hidrogenimiz H11, bu nədir? 0'dır. Proton sayı deyəndə N plus 1'i nəyə vururam? Uşaqlar 6'ya vururam. 6 vurulsun N plus 1. 2'ni də 0. Necə? 2'ni də 0. Hə, səbirli ol. Hə, şeyin protona, hidrogen yazmasıdır. Hidrogen nə qədərdir? Deməli, burada karbon da var, proton, bir də kimdə var? Hidrogende var. Karbonda nədir? 6 vurulsun N plus 1'dir və hidrogende nədir? Deməli, 2N-dir. Bunları cəmləyəsən də. Gəldi rabitənin ümumi sayı. Biz bilirik ki... Neytronu niyə vurmadıq? Sıfıra niyə vurmadıq bəs hidrogende? Sıfır neyəsən? Proton deyir axı. Proton budur da. Ha, proton bəli. Hə, neytron sayı istəyir, yox istəmir onu. Hə, karbon arası rabitə sayı. Dedi nədir? Karbonların sayından bir dənə azdır. N plus 1 isə bura nə yazarsan? N yazarsan. Atomların ümumi sayı üçün N plus 1-ə 2N-i cəmlədə eləyəcək 3N plus 1 və ən nəhayət hidrogen atomlarının sayı 2N-dir. Ondan sonra nə istəyirdi məndən? Rabitənin ümumi sayı. Bilirsiniz ki, Cn plus 1 H2N-də burada yenə də P-miz həmişə nədir? 2 dənədir. Sigmamız nələrdir? Bir karbon-karbon arası N-dir. Karbon-hidrogen arasına qədərdir. Deməli, burada 2N. Sonra hidrogenlərin sayı qədərdir. Və 3N qədər sigma var. 3N qədər sigma var. 2 dənə də pi var. Nə qədər olacaq rabitənin ümumi sayı? 3N plus 2. Hibrid orbitalına tək tapırdıq. Karbonun sayını vururuq 4'ə. Nədirsə fərq eləmir. N plus 1'i vur 4'ə. Çıxırsan 2 vurulsun pi-nin sayı. Pi-nin sayı. 4 vurulsun N plus 1. Çıxılsın 2 vur 2. Burada 4N üstə gəlinsin. 4 çıx 4 cavab edəcək 4N. Gəldik karbonlar arasında rabitənin sayı. Bilirsən ki, burada pi rabitələ karbonlar arasındadır. Karbon arasında 2 dənə burada şey var, pi var. N dənə də sigma var. Nə qədər olacaq? N plus 2. Bəs salam uşaqlar, rabitənin iştirakında orbitalların ümumi sayı. Hə, burada rabitəni tapırsan, rabitə nə qədərdir? 3N plus 2 qədər rabitə var. Bir rabitə neçə orbital yaradır? 2 dənə. 3N plus 2 nəyə vurarsan 2 eləcək 6N plus 4. Bu da nədir bizdə? Rabitənin əmələ gəlməsində iştirak edən ümumi orbitalların sayı. Yəni, mahiyyət eynidir. Sadəcə karbonun sayı N deyil, N plus 1'dir. Bütün bildikləri onun üzərində tətbiq edəcəksin. Gəldi adlandırma nomenklatura uşaqlar. Nomenklaturada nəyə fikir verərsiniz? İlk nümayəndə olan C2H2-nin tarixi adı nədir? Asetilendir. Asetilen. Necə C2H4 etilen demirdir? Bu da asetilendir. Uşaqlar, səmərəli adlandırma ətlərdir. Bu çox asandır. Çox rahat bir şeydir. Bütün alkinlərə baxırlar. Birinci nümayəndə kimdir? Asetilendir. Asetilenin törəməsi kimi baxırlar. Yəni, 3 qat rabitə var ya, burada 3 qat rabitə. Bunu seçirlər. Buna nə deyirlər? Asetilen deyirlər. Sonra yerdə qalan radikallarda, həmin bunlara birləşmiş radikalları da kiçikdən böyüyə, metil, etil, propil sırası ilə də kiçikdən böyüyə adı nədir? Kiçik radikalın sayı, əgər bu sayı birdən çoxdursa, adı, ondan sonra eyni qaydana böyük radikal deyilir və sonunda nə deyirik? Asetilen deyirik. Bəs salam. Yəni, çox sadə bir şeydir. Bir iki nümunə adlandırın, başa düşərsiniz. Belə danışmaqdansa, daha çox nümunəyə köklənsə, daha qəşəng olar. Baxın, əslində yazılır burada kitabda. Bir ki, 3 qat rabitəyə birləşmiş karbon atomları seçilir. Həmin karbon atomuna birləşən radikallar oxunur. Necə oxunur? Radikallar kiçikdən böyüyə demişik də, metil, etil sırasında. 2 eyni radikal olasın, nə edirik? Radikalın adını əvvələ sözə əlavə edirik.
di əlavə edirik. Sonda isə asetilen deyirik. Gələk. Məsələn, burada belə bir nümunə var, görürsünüz. Və bunu seçirik. Bunu seçəndə buna nə deyirik buna? Asetilen deyirik. Asetilen. Yerdə nə qaldı? Metil. Bu nədir? Etil. Nə deyəcəyik? Metil, etil. Sonda nə deyəcəyik? Asetilen. Bunu seçək. Nə deyəcəyik buna? Asetilen deyəcəyik buna. Bu nədir? Etildir. Trans radikal Etil izopropil. izopropil. Aysa etil izopropil. Sonda nə deyəcəyik? Asetilen. Özün yasdan nətər yazarsan, etil nədir? Propil. Əvvəlcə bir dənə 3 qat rabitə çəkərsən. Bu 3 qat rabitənin burasına etil qoyarsan, burasına nə qoyarsan? Propil qoyarsan. Yəni CH1, CH2, CH3. Bax belə. Etil, propil, sonra nə deyirsən? Asetilen deyirsən. Gəlin bunu adlandıraq. 3 qat rabitəni seçdim. Burada nə qaldı? Metil. Bu da üçlü butildir. Metil, metil, sonra nə deyəsən? Üçlü butil. Sonra nə deyəsən? Asetilen. Bu şəkildə uşaqlar heç nə yoxdur. Alkenlərdə sadəcə etilen deyirdim. Burada asetilen deyirsən. Beynəlxalq nomenklatura nədədir? Alkanlarda an sonluğu nə ilə əvəzlənir? İn sonluğu ilə əvəzlənir. Yəni olay budur. An sonluğu in sonluğu ilə əvəzlənir. Baxıram ki, tərkibində 2 dənə karbon olan alkin kimdir? Daha doğrusu alkan kimdir? CH6. Etandır. Biz buna nə deyəcəyik? Etan deyil, etin deyəcəyik. C3H4. Buna nə deyəcək uşaqlar? Propin, yəni CH4-dəki propan da sadəcə an ilə əvəzlənir. Şaxəli quruluşlu alkenlərə adlandırılması da alkenlərdə olduğu kimidir. Alkenlər 2 qat rabitədən daxil oldu, bu da 3 qat rabitədən daxil oldu. 3 qat rabitədən daxil olduğu ən uzun karbon zənciri seçilir. 3 qat rabitə yaxın tərəfdən nömrələnir. Əgər 3 qat rabitə zəncirin hər iki tərəfinə eyni yerdədirsə, o zaman kiçik radikal yaxın tərəfdən, əgər kiçik radikalda hər iki tərəfinə eyni qədər uzaqlıqda olsa, o zaman radikal nə edirsən? Çox tərəfdən, yəni şaxa çox tərəfdən nömrələyirsən. Gəlin konkret nümunəyə baxaq. Ən uzun zəncir seçdim 3 qat rabitə. Şöyle 3 qat rabitə buradadır. Bu da 3 qat rabitə, bu da 3 qat rabitə. 3 qat rabitənin daxil olduğu ən uzun zəncir seçdim. Budur. İndi hardan nömrələyəsən? Nömrələməyə uşaqlar, buradan da başlasan 1, 2, 3-ə düşür. 3 qat rabitə. Buradan da başlasan 3-ə düşür. İndi nə edəcək? 3 qat rabitə hər iki tərəf. Asetilinin yaxın olduğu tərəfdən nömrəliydik. Başa Asetilinin yaxın olduğu tərəfdən nömrəliydik. 3 qat rabitədə, 3 qat rabitə budur da. Görürsən 3 qat rabitəni. Buradan nömrələyəndə 3-ə düşür. Buradan nömrələyəndə 3-ə düşür. Bir dənə bax bura. Buradan nömrələyəndə 3-ə düşür. İndi hardan nömrələməliyəm? Dedi ki, nədir onun adı? Radikal yaxın tərəfdən. Bəli. 1, 2, 3, 4, 5, 6. İkinci karbondan nə ayrılıb? Metil ayrılıb. 2 metil. Uzun zəncirdə karbon var. 6 dənə heksin. Heksin an ilə əvəzlənir. Və 3 qat rabitənin yerini deyəcək. Və sıxılır. Heksin 3. Bəs özün nətər yazarsan, əvvəlcə 1, 2, 3, 4, 5 dənə karbon çəkirsən. 1, 2, 3, 4, 5. Nömrələyirsən. Pentin 1, 3 qat rabitə birinci karbondadır. Qalanları tək qatdır. Və 3-cü karbona nə ayırırsan? Etil ayırırsan. Olay bitmişdir. Bu şəkildə. Görürüz, bu belədir. Keçək bunu adlandıraq, aşağıdakını adlandıraq. Şöyle burada bir şey eləməlisən, nədir onun adı? Elə bir ki, 3 qatın daxil olduğu ən uzun zəncir seçilir. Ən uzun zəncir burada hansıdır? Elə belədir. Və 3 qat rabitə burada uşaqlar bu arada. 3 qat rabitə burada istəyən fərqli göstərək. 3 qat rabitə və buradadır 3 qat rabitə. İndi nə edəcəyik? Nömrələmə aparılacaq. Baxıram ki, 3 qat rabitə buradan da 3-ə düşür. Buradan da 3-ə düşür. İndi hardan başlamalıyam? Kiçik radikal yaxın tərəfdən. Çünki burada kiçik radikal buradan yaxına düşür. Nömrələyirəm. Deməli 1, 2, 3, 4, 5, 6. İkinci karbondan ayrılıb ikinci karbondan. Metil ayrılıb. Beşinci karbondan ayrılıb. Etil ayrılıb. Sonra nə deyirəm? Heksin deyirəm və 3 qat rabitənin yerini nə edirik? Göstəririk. Bu şəkildə. Eynən də bunu kim adlandıra bilər? Bunu kim adlandıra bilər? Var mı orada bir nəfər bunu adlandırsın? Adlandırılmalı. De. Müəllim 1, 2, 3 yazırıq. Sol tərəfdə, sağ tərəfdən nömrələyirik. Sağ tərəfdən. Niyə soldan nömrələmədin? Çünki orada bir dənə radikaldır, o birisində 2 dənə. Bəli, buradan da radikal 2-yə düşür, buradan da 2-yə düşür. O zaman şaxa çox tərəfdən başlayırsan. 1, 3, 4, 5, 6. Əla. 2 dimetil, 5 etil. 2 səbirli ol. 2, 2 nə 2 də verilmiş? Eyni radikal ayrılıb da. Bir də 5-i deyirsən. 2, 2, 5.
Trimetil, metil, sonra nəsən? Heksin, alkin heksin, və 3 qat rabitənin nə indirsən? Yerini heksin. deyirsən. Bu belə. Diqqət olması məsələlərdən biri nədir? Budur. Gəldi 3 metil 4 etil heksin deyir, nə edirsən? 1, 2, 3, 4, 5, 6 dənə karbon çəkirsən. Sonra nömrələyirsən 4, 5, 6. Heksin 1, 3 qat rabitə birinci karbondadır. Sonra qalanları tək qat düzdün. Bax fikir ver. 3 metil. 3-dən nə ayırırsan? Metil ayırırsan. 4-dən nə ayırırsan? Etil ayırırsan. Qalanları üçün hidrogenləri düzürsən getdi. Yəni bu üçün alim olmaq lazımdır. Ha belə. Şu adlandırma çox primitiv bir şeydir. Yəni da bu o qədər çeynəlmiş ifadədir ki. Və biz də bunu da bilməliyik də. Bunu bilməli də nə oldu ki? Gəldi izomerliyə. Şu izomerli sinif daxili birinci danışaq. Sinif daxili izomerli uşaqlar. Birincisi karbon zəncirinə görə quruluş izomerliyi var. Burada sinifin homoloji sıranın 4-cü nümayəndəsindən başlayır. Təbii ki, alkinlərin birinci nümayəndəsi C2-dir, ikinci nümayəndəsi C3-dür, üçüncü nümayəndəsi C4-dür, dördüncü nümayəndə nədir? C5H8-dir. Mənə iş verəcəyi sual olacaq ki, ay müəllim, axı əvvəllər biz karbon zəncirinə görə alkanda, alkində, bizə axı, məsələn, alkanda nətər eləyirdi? Götürürdü C4H10-u belə yazırdı. Əvvəlcə dümdüz yazırdıq, yəni normal. Sonra nə indi? Şaxa düzəldirdi. Zənciri qısaldıb 3-ə endirirdik. Şaxa düzəldirdi karbon zəncirinə görə. Niyə görə bəs burada C4H6-da başlamır? Yəni, niyə C4H6-da quruluş izomerliyi olmur zəncirə görə? Təbii ki, bunun izahı çox primitivdir. Sən bunu belə yaza bilərsən. İndi burada zənciri 3-ə endirib bu karbonu ortaya qoya bilərsən. Xeyr, onda 5 valentli olur. Aysə, karbon neçə valent olur? 5 valent olur. Ona görə C4H6 quruluş izomerliyi düzəltmək olmur zəncirə görə. Yəni bunu mən bu formada deyirəm ki, nəsə də başa düşə biləsiniz də. Ona görə C5H8-dən başlayıb. Yəni sıranın 4-cü nümayəndəsindən başlayıb. Görürsən, pentin 1, sonra nə edirsən? Zənciri qısaldırsan, 4-ə endirirsən. Bu karbonu indirsən, qoyursan hara? Ortaya bir yerə. Yəni nə düzəldirsən? Şaxə düzəldirsən. Normal, belə deyək də 3 metil butin 1-nə, pentin 1 nədir? Bir-birinin, deməli, karbon zəncirinin quruluş izomeridir. Belə. Sonra gəlir 3 qat rabitənin vəziyyətinə görə. Eynən alkenlərdə nətərdir? Bu da eyni qayda ilə. Alkenlərdə butendən başlayır, bu da butindən başlayır. Vəssalam. Burada belə deyək də, alkenlərdə 3 qat rabitənin vəziyyətinin quruluş izomerliyi sıranın 3-cü nümayəndəsi. Yəni kimdən başlayır? C4H6. Alkenlərdə C4-dür də. C4H6. Bu nətər yaza bilərsən? Bir belə yazırsan. 3 qat rabitəni qoyarsan birinci karbona. Buna nə deyərsən? Butin 1 deyərsən. Bir də nə edirsən? 3 qat rabitəni qoyarsan ikinci karbona. Buna nə deyərsən? Butin 2 deyərsən. Bu butin 1-dir. Bu nədir? Butin 2-dir. Gəldik ən nəhayət siniflər arası. Siniflər arası kimlərlə izomerli siniflər arası? İzomerli alka-diyenlərlə. Bilirik ki, CnH2n-2 formulu 2 sinif maddədə var. Alka-diyenlər sadəcə burada 3-dən başlayırdı. Alkinlər, yaxşı, alkinlər nədən başlayırdı? Deməli, en böyük bərabər 2-dən başlayırdı. Aydın məsələdir ki, sinifin C2H2 var, C2H2. Bunun sinif arası izomeri yoxdur. Səbəb, çünki izomeri kimdən başlayır? C3-dən başlayır. C3-dən başlayır. Yəni, C3H4 2-dir yaza bilərsən. 1 alkadiyen düzəldərsən, 2 qat rabitə. Bu nədir? Propadiyen. Nədir bu? Propadiyen. Propadiyendir. Bir də nə edirsən? Alkin düzəldərsən də 3 qat rabitə. Bu da nədir? Propindir. Bunlar nədirlər? Siniflər arası izomeridir. Belə. Məsələn, burada bir nümunə verib, deyir C4H6-nı. C4H6 uşaqlar necə yaza bilərsən? C4H6-nı bir alkadiyen kimi yazarsan. 2 qat rabitələr dalbadal yaza bilərsən. Dalbadala. Bu nə idi? Kumülə edilmiş. Sonra necə yazarsan? 2 qat rabitələr bir tək qat rabitəni ayrılsın. Bu nədir? Konyugadır. Yəni 2-dir yaza bilərsən siniflər arası. Bir də uşaqlar C4H6 kim ola bilər? Deməli, bu siniflər arasıdır. Belə deyək də, bu nə idi uşaqlar? Butadiyen 1-2. Nədir bu? Butadiyen, alkadiyen də 1-2. Bu nədir uşaqlar? Butadiyen, deməli, butadiyen 1-3-dür. Və bu da alkin kimi yaza bilərsən də. Butin 1 kimi yazarsan, belə, butin 1. Bir də nətər yaza bilərsən? Butin 2 kimi yaza bilərsən. 2 qat rabitəni və ortaya qoyarsan ikinci karbona. Bu nədir? Butin 1-dir. Bu nədir? Butin 2-dir. Bax, belə bir məsələ. Yəni, burada C4H6-nı mümkün olan izomerlərini sizinlə bərabər
yazmış olduq və bu detallara fikir verin. İndi mən nə düşünmüşəm? Bu bazar gününə belə deyək də bazar gününə qədər biz belə eləyək. Bazar gününə qədər biz alken və alkadiyenləri bir dənə qəbullarını zatları da bitirək. Bazar gününə qədər. Bazar günü mən alkinlərin mövzusunun davamında izah edeyim, bitirim. Alınma və xassələri. Ondan sonra götürərsiniz alkinlər mövzusunu. Yaxşı mı? Bunu beləsə daha qəşəng olur. Aləm dəyməsin bir-birinə. Oldu? Bax belə.